Dırnaq arasında verilən sözün informasiya həcmi ümumiyyətcə bizə standartlar verilir. Unicode kodlaşdırma standartında bir simvol 2 bayt yer tutur. Ümumi simvolların sayını saysaq, dırnaq arasında 11 hərf, 11 simvol deməkdir. Ümumiyyətcə simvol dedikdə tək hərf yox. Hərf, rəqəm, durğu işarəsi, hətta boşluq işarəsini belə sayırıq. Burada amma bizdə hərflər olduğundan 11 hərf, 11 simvol. Unicode'da bir simvol 2 bayt yer tutur. Ona görə 11 simvol 2 bayta vururuq. Buradan alırıq 22 bayt. 64 simvollu əlifbada isə bir simvol 6 bit yer tutur. 64 2 üstü 6 olduğundan biz ümumi simvolların sayını 11 simvol vururuq 6 bitə. Buradan alırıq 66 bit. 26 simvollu əlifbada isə 26-nı ən yaxın iki üstü qüvvət şəkildə göstərməyə gətiririk. 26-32-yə yaxın olduğundan 11 simvolu vururuq 5 bitə. Çünki 32 2 üstü 5 deməkdir. Bizə 5 bit verir. 11-i 5-ə vuranda. Buradan alırıq 55 bit. Variantlara baxsaq 3 variantına uyğun gəlir 55 bit. 22 bayt birinci B variantına uyğun gəlir 1. Burada 22 bit verib çaşdırmaq üçün biz amma ölçü vahid olaraq bayt tapmışıq, bit yox. 66 bit isə ikinciyə uyğun gəlir B variantı.